Siz bir dənə qonaq otağının gözəlliyinə baxın. Çox gözəl bir mənzillə sizin qarşınızdayım, dəyərli izləyicilər. Özdə necə şəhərin düz mərkəzi, qış parkının yanı, Targoviya 5 dəqiqəlik məsafə, yeni tikili premium bina, yeni təmirli mənzil və tam əşyalı. Bütün mebel, texnika, hər bir şey var, heç nə almayacaqsınız. Sadəcə alan kimi mənzildə köçüb yaşayacaqsınız. Yerləşmə superdir. Həm Nizam metrosuna, 28 metrosuna hər yerə də yaxındır. Yəni bir sözlə şəhərin düz mərkəzi. 3 otaqlıdır, ölçüsü də kifayət qədər genişdir. 133 kvadrat ölçüsü var bu mənzilin. İndi hər bir şey sizin nəzərinizə çatdıracağam. Başlayırıq həmişə olduğu kimi mənzilin giriş hissəsindən. Bura bizim giriş qapımızda. Daxil olduqda sol tərəfdə bu hissədə dolabımız yığılıb. İçərisini göstərim. Dərinlik də çox yaxşıdır. Yuxarı hissələr də şkafdır. Girişlə özbəz bu hissədə açarıq, güzgü yerləşdirilib, gizli işıqla. Sağ tərəfdə isə burada da yenə belə bir güşə yaradılıb, güzgüdən istifadə olunub, dekor güzgülər, bura işıqlar, işıqlandırmada ümumilikdə spotlardan istifadə olunub. Otaqların yerləşməsini deyim, girişdən sağda yerləşir mənzilin ümumi sanitar qovşağı. Bura qonaq otağıdır, bu hissədə deməli yerləşir mətbəximiz, yataq otağı, çamaşırxana, bura isə mənzilin əsas yataq otağıdır. Burada da deməli gözəl lepka işləmələrimiz var, dizayn olunmuş tablolar. Yəni bir sözlə super mənzildir. Gəlin keçək qonaq otağına. Kvadrat şəklində demək olar qonaq otağımız var. Yəni dar uzun otaq deyil, görürsünüz. Qabaret ölçülü mebellərimiz yerləşib, əlavə olaraq mərkəzdə də kifayət qədər boş ərazi qalıb. Bu hissədə 6 nəfərlik masamız, pərdələr asılıb, kondisioner kimi hər bir şey qoyulub. Qonaq otağın bu hissəsində belə bir şkaf yığılıb, bura aksesuarlarınızı yerləşdirə bilərsiniz. O qonaq otağına əlavə gözəllik verər. İşıqlandırmasında lüstrlar, biri mərkəzdə, digər isə masanın üzərində trek işıqlar, gizli işıq, hər bir şey ideal səviyyədədir. Divanımız qarşısında jurnalli, burada kreslo, TV stand bu tərəfdə yığılıb, sol və aşağı hissələr buralar. Şkafdır, böyük ekran, televizorumuz yerləşdirilib, sağ və sol hissəsində yenə şkaflar, aksesuarlar, döşəmə, parketdir, bir sözlə super mənzildir. İnşallah gəlib canlı baxanda da bunun tam olaraq şahidi olacaqsınız. Buradan gəlin mən sizə göstərim mənzilin ümumi sanitar qovşağına. Bayaq dedim, girişdən sağ tərəfdə yerləşir. İçərisi də yəni kifayət qədər genişdir, duş kabinimiz yığılıb bu hissədə, moydadır, divarçı unitaz. Gözəl teksturalda qranitlər seçilib və təbii ki, burada isti döşəmə ilə təchiz olunub. Keçək, mən sizə göstərim qonaq otağının yanında yerləşən mənzilin mətbəxinin. Burada mənzilin eyvanına da çıxış var və digər eyvanına da yataq otağından. Burada nəyimiz var? Masamız yerləşdirilib, televizor, kondisioner. Yeni mətbəx mebelimiz yığılıb, 3 hissədən ibarətdir. Yuxarı hissələrdə eyni ilə şkafdır, üstü və sinəliyi mərmərdir. Dərinlikdə yaxşıdır, qaz peçi, aspirator qoyulub. Burada qavyanımız da var, soyuducu, soba və girişdə olan isti döşəmə burada da davam etdirilib. Əlavə nə var bu hissədə deməli? Divarda lepka işləmələr belə dekorlarla bəzədilib. Belə keçək, mən sizə göstərim mənzilin əsas yataq otağını. Mənzil gözəl tərzdə dizayn olunub, hər bir şey, bütün rəng notları hamısı bir-birinə uyğunlaşdırılıb. Dediyim ki, bura əsas yataq otağıdır. Yataq dəstimiz tam olaraq hazırdır, taxtımız yerləşdirilib, arxa hissəsi belə dekorlarla bəzədilib, təşkil işıqlar, yenə kondisionerimiz. Burada make-up, güzgümüz, televizora kimi hər bir şey var. Və bu yataq otağının daxilində burada yerləşir, həm burada sol tərəfdə deməli şkaf yığılıb, yəni paltar, ayaqqabı, əşyalarınızı yerləşdirmək üçün və burada da yerləşir mənzilin ikinci sanitar qovşağı. Burada da hər bir şey hazırdır, bütün aksesuarlar yığılıb, divarçı aksesuarlardan istifadə olunub ümumilikdə. Keçək, mən sizə göstərim, deməli mənzilin ikinci yataq otağını, sonra çamaşırxana və axırda kvadrat qiymət hər bir şeyi nəzərinizə çatdıracağam. Bura isə dediyim kimi mənzilin ikinci yataq otağıdır. Buranı istəsəz uşaq otağı kimi, istəsək böyük yataq otağı kimi də istifadə edə bilərsiniz. 2 ədəd taxtımız yerləşdirilib. Hər otaqda kondisioneri var. Burada yazı masamız, şkaf yığılıb. Mərkəzdə lüstrumuz və burada yataq otağının bu hissəsində yenə dolab yığılıb. Yəni bütün əşyalarınızı tam rahat yerləşdirəcəksiniz. Bu barədə heç bir problem yoxdur. Burada isə yerləşir
çamaşırxana, paltar yuyan qurudan burada yerləşdirilib, əlavə olaraq şkaflar da yığılıb. Yəni digər mənzillərdə olduğu kimi mətbəx evinin altında deyil, ayrıca bunun üçün yer nəzərə alınıb. Belə, mən demək olar mənzildə nə var, nə yox, hər bir şeyi sizin nəzərinizə çatdırdım. Keçirik məlumatlara. Dediyim kimi şəhərin düz mərkəzində yerləşir. Qış parkının yanında Nizam metrosuna 2 dəqiqəlik piyada məsafədə, Targoviya 5 dəqiqə piyada, yeni tikili premium bina, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış mənzil. Binanın geniş həyəti, uşaq meydançaları, yeraltı avtodayanacaq, yəni bütün infrastruktur var bu binada. Dediyim kimi mənzil də 3 otaqlıdır, 133 kvadrat ölçüsü var. Yerləşir 17 mərtəbəli binanın 15-ci mərtəbəsində. Sənədlərdə qaydasındadır, çıxarış, yəni kupça da var və mənzilin start olaraq qiyməti 650 min manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.